Canım. Amma elə bilməməliydi, axı. Gülzar xanım, necə tanıdınız? Buyurun. Necə tanıdım? Əlbəttə onun əlini tanıyacağım. Onun əli mənim əlimin içində böyüyüb. Canım bacım. Mən çox sevindim. Gözəl sürpriz oldu mənim üçün. Gülzar xanım, özümüz demişdik ki, Gəl Bartu, sən də yanımıza gəl. Sizə desin ki, tədbirim var, gələ bilmir. Planlı şəkildə olur hər biri. Aha. İlk öncə hər kəsi, dəyərli sənətkarlarımızı salamlayıram. Efir qarşısında əyləşən bütün izləyicilərimizi salamlayıram. Sonra da sənin doğum gününü təbrik eləyirəm. Hər zaman belə yanımızda olasan. Sağlam, xoşbəxt və sənin uğurlarını görək, hər zaman sevək. Və ən əsaslı onu demək istəyirəm ki, bütün xalqımız səni sevir. Səmimiyyətinə görə, gözəlliyinə görə, səsinə görə və arzu eləyirəm ki, hər daim bu belə olsun və hər daim evimizin gülü çiçəyi olasan. Çox təşəkkür eləyirəm. Təşəkkür eləyirəm Bartu. Mənə bugün həqiqətən çox gözəl bir hədiyyə etdiniz. Var olasınız. Əziyyəti, əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Bilirəm, burada Aytacın da işləri var. Əfsanə xanım, Gülzar xanım bacı kimi necə bir bacıdır? Çox gözəl bacıdır. Hər şeydə dəstək olan, dayaq olan, həm ailəmizə, həm mənə, bütün yəni ailə üzvlərimizin hamısına dəstək olan gözəl bir bacıdır. Nə deyə bilərəm? Yəni həqiqətən mən onun uğurlarına baxıram. O qədər sevinirəm onun oxumaqlarına, sənət dostlarının ona dediyi xoş sözləri görəndə mən həqiqətən fəxr eləyirəm ki, nə yaxşı ki, Gülzar elə mənim bacımdır. Görürsünüz, həm də diktordur ha. Görürsünüz, aparıcılıq qabiliyyəti də çox gözəldir. Nə işlə məşğulsunuz? Mən hal-hazırda influencer fəaliyyəti ilə məşğulam, reklam işləri ilə məşğulam. Bu şəkildə. Madam Bartu, fikriniz var dəvət eləmək bura? Ona görə soruşursan, nə işlə eləmək? Buyurun. Fikriniz var mı burada dəvət eləyəsiniz? Aparıcı olaraq dəvət etmək istəyirsinizmi? Ola bilərmi? Niyə də olmasın? İlk dəfə buradan səslənir bu fikir. Mən heç vaxt elə bir fikir mən eşitməmişəm ki, əfsanə haqqında belə bir var, olub belə bir fikir. Çox təkliflər gəlib İlkin müəllim, çox təkliflər gəlib, bəli. Vallahi da fil qulağında yatmışam. Buyurun Əfsanə xanım, siz də əyləşin. Amma əfsanə təhsillə hər zaman məşğul olduğuna görə o bir balaca bu sahədən uzaq düşüb. Amma düşünürəm ki, çox da bacarar. Super bir nitq qabiliyyəti var, gözəl. Doğrudur. Mən həqiqətən təşəkkür edirəm. Məncə bir sınasa, dənəsə yaxşı olar. İnşallah, niyə də yox. Əfsanə xanım, Gülzar xanımın bəyəndiyiniz bir cəhətini, bir də bəyənmədiyiniz deyə bilərsiniz. Bəyəndiyim cəhətləri çoxdur. Hansı birini deyin. Cana yaxın olmağı, deyib gülməyi. Bəs bəyənmədiyiniz? Bəyənmədiyim cəhəti də var, nə olsun ki, bacımdır. Səbirsizdir. Özündən tez çıxır biraz. Onu düz deyib. Biz hələ onu görməmişik. Bura görməmişsiniz, mən görmüşəm. iş olduğuna görə. Amma onun bütün xasiyyətləri gözəldir. Mən də onun bütün xasiyyətləri ilə sevirəm. O mənim könlümdədir, qəlbimdədir. Və mən istəyirəm burada bir əlavə edim. Həqiqətən də hər birimizin ailə üzvləri bizlər üçün doğmadır. Və mən düşünürəm ki, burada ola bilməyən mənim daha bir bacım var, böyük bacım var, Xəyalə xanım var. Onun qızı var, mənim anam var. Mən həyat yoldaşım, oğlum, qaynanam, qaynatam, qayınlarım, əzizlərim, ailə üzvlərimin hər biri istəyərdim ki, əlbəttə yanımda olsunlar. Amma bugün ailə üzvlərimdən bir nümayəndə ailəmizi təmsil eləyir. Mən bugün özümü həqiqətən çox xoşbəxt hiss eləyirəm. Ailə üzvlərimin hər birinə can sağlığı arzu eləyirəm. Allah onları mənə çox görməsin. Onların mənim üzərimdə bu günləri uğurlu addımlar atmağımda həqiqətən də əziyyətləri böyükdür. Yaxşı ki varlar, yaxşı ki mənim ailə üzvlərimdir. Və dəyərli, əziz, hər zaman yanımda olan dostlarımı, doğmalarımı heç vaxt unuda bilmərəm. Onlar da yaxşı ki varlar. Onların bir qismi bugün burada bizimlədir, amma burada ola bilməyib. Ürəyi mənlə olan dostlarımın da hər birinə qucaq dolusu salam göndərəm. Allah onların da canını sağ eləsin. Həmişə bərabər olaq, həmişə mehriban olaq.